Verilen tənlikdə x bərabərdir loqaritma b əsasdan 7 üstündə 7 alınarsa, sual olunur ki, b neçədir? 7 üstündə x fərqlidir 0 olduğundan biz bu tənliyi tərəf-tərəfdən 7 üstündə x-ə bölə bilirik. 7 üstündə x-ə bölsək, o zaman alırıq ki, 7 üstündə 7 bərabərdir 7-də 8 üstündə x. Üslü funksiyanın tərifini yadımıza gətirək. A üstündə x bərabərdir B şəklində olan funksiyalara nə demişdik? Üslü funksiyalar. Və biz üslü funksiyadan nə eləmişdik? Loqaritmik funksiyalara keçid eləmişdik. X bərabərdir nə almışdıq? Loqaritma A əsasdan B. İndi burada da almışıq ki, 7 üstündə 7 bərabərdir 7-də 8 üstündə x. Loqaritmanın tərifini buna tətbiq eləsək, x bərabərdir alırıq loqaritma 7-də 8 əsasdan 7 üstündə 7. Burada da x bərabərdir loqaritma b əsasdan 7 üstündə 7. Buradan aşkar görsənir ki, b bərabərdir 7-də 8-ə.